Salam, mən Kənan Məstəliyev, İdman Jurnalisti Rekorda saytın baş redaktoram. Siz isə 11 adamdasınız. Futbol hamımızın sevdiyi oyundur, amma futbol oyundan başqa həm də bir qaydalar toplusudur. İstər meydanda, istər meydandan da kənarda. Bu qaydalar toplusuna riayət etmə bir məcburidir. Ona riayət etməyəndə problemlər yaranır və o problemlərin həlli zamanı məhz bu şəxslər önə çıxırlar. Söhbət idman hüquqşünaslarından, futbol hüquqşünaslarından gedir. Və bugün qonağım onlardan biridir. Biz Azərbaycanda idman hüququ problemləri, idman hüququnun bugünkü problemləri, ümumiyyətlə gələcəyi ilə bağlı məsələləri danışacağıq. Qonağım isə vəkil, idman hüquqşünası Elcan Həsənlidir. Elcan bəy, xoş gəlmisiniz. Çox sağ olun Kənan bəy, mən də sizi salamlayıram. Təşəkkür edirəm ki, bizim sahəyə diqqət və vaxt ayırmısınız. Təşəkkür edirəm bir daha gəldiyinizə görə. Başlanğıcdan başlayaq. Azərbaycanda idman hüququ hansı vəziyyətdədir? Azərbaycanda idman hüququ, belə deyim də, yaxşı vəziyyətdə deyil ümumi olaraq. Çünki çox yeni bir sahədir. Düzdür, idman Azərbaycanda, bəlkə də idmanın Azərbaycanda tarixi böyük olsa da, amma idman hüququnun demək olar ki, tarixi 3-4 ili, bəlkə də bir 5-10 ilə çatar-çatmaz. Çünki ən əsas səbəblərdən biri Azərbaycanda ümumiyyətlə hələ insanlar idman hüququ nədir, bunu başa düşmürlər. Nəinki insanlar, belə deyim də, bu idmanda olan subyektlər, idmanın iştirakçıları belə bilmirlər ki, idman hüququ nədir və bura nə vaxt müraciət etmək lazımdır. Və bunun da, belə deyim də, obyektiv və subyektiv səbəbləri olub. Obyektiv ən böyük səbəb odur ki, biz həqiqətən də mən düşünürəm ki, biz o qədər də böyük bir idman ölkəsi deyilik və çünki çox kiçik və belə deyim, idmanımız da bəlkə də yenidir və çünki bu məsələlər elədir ki, gərək beynəlxalq sferaya çıxasan, inkişaf eləyəsən, öyrənəsən, problemlərlə üzləşəsən və bu sahədə də buna da paralel olaraq da sənin idman hüququnda inkişaf eləsin, bütün idman həkimində inkişaf eləsin və bütün sahələrində inkişaf eləsin. Və bu bir-birindən paralel getməlidir. Ona görə düşünürəm ki, idmanımızın da inkişafı çox böyük olmadığına görə, çox yüksək olmadığına görə təbii ki, olaraq onun alt sahələri də təbii olaraq gec inkişaf eləyir. Amma 5 ilə 10 ilə baxanda, belə deyim də, yavaş-yavaş da olsa bir inkişafı görə bilirik. Amma indiki vəziyyəti çox da yaxşı deyil. Əslində iddialı açıqlamadır. İdmanımızın kiçik olması ilə bağlı, yəni o qədər də böyük olmasına bağlı. Əslində razıyam. Yəni biz əslində bizim iddialarımız həmişə böyük olub ölkə olaraq. Bəli. Təbii ki, idmanda da hamımız dünya çempionu olmaq istəyirik, hamımız olimpiya çempionu olmaq istəyirik. Bizdə əslində mən bunu həmişə təkrarladığım bir şeydir ki, bizdə məsəl üçün hər hansı bir işə gələndə deyim, hamı məsələn bu sahənin naziri olmaq istəyir. Heç kim nazirin müavini olmaq istəmir, heç kim nazirin hansı şöbəsində. Hamı birinci olmaq istəyir, oraya irəli gedirik. O alınmayanda da nəsə başqa problemlər ortaya çıxır və bizdə o fikir dağınıqlığı ortaya çıxır. İdmanımızla mən düşünürəm ki, idman ayrı, futbolumuz ayrı, futbol ayrı bir dünyada, ona gələcək. İdman hüquqşünaslarımız təbii ki var, amma sayları nə qədərdir? Ümumiyyətlə, ölkədə idman hüquqşünası olmaq üçün hansı yolu keçmək lazımdır? Belə deyim, sayını təbii ki, dəqiq deyə bilməyəcəm. Bəli, bu fəaliyyətlə məşğul olan dostlarımız var, amma nə qədər də say etibarilə dəqiq deyə bilmərəm. Amma belə deyim, əvvəl necə idi idman hüquqşünası olmaq üçün? Mən özüm də bu yolu keçmişəm. Bakı Dövlət Universitetində idman hüququ ilə magistr bir proqramı var idi. Biz Bakı Dövləti ümumiyyətlə də hüquq fakültəsini bitirirdik və ondan sonra bu magistr olaraq idman hüququnu öyrənirdik. 2 il orada bizə idman hüququnun bütün sahələri tədris olunurdu və biz yekunda idman hüquqşünası belə deyim də. Yəni ixtisas idman hüququ ixtisası idi. Bəli, ixtisas belə idi. Amma təəssüflər olsun ki, artıq Bakı Dövlət Universitetində idman hüququ ixtisası yığışdırıldı və böyük ehtimalda buna tələbatın olmaması ilə bağlı idi ki, tələbat yox idi və çünki sadəcə 3 vakant yer var idi o vaxt və çox adam da bunu, bəlkə də mən həmişə bunu deyirəm, bəlkə idman hüququnun məsəl üçün Azərbaycanda, Bakı Dövlətdə bir 3 il, 4 il oldusa, bir 10-12 məzunu oldusa, bəlkə də ora istəyərək girən 1-2 nəfər var idisə yox idi da. Yəni çox adam balı düşmürdü və yaxud da belə təsadüfi kəsilməmək və şey üçün seçdiyi bir ixtisas vəziyyətində idi. Çünki burada təbii ki, yenə də obyektiv təhsilin səviyyəsi o qədər yüksək deyildi, bu açıq idi. Çünki yenə yeni bir sahə idi, müəllim bazasının formalaşdırılması çox çətin idi. Amma yenə də yəni ən azından olmamaqdan daha yaxşı idi və olsaydı hesab edirəm ki, daha da inkişaf eləyəcəkdi.
Amma indiki vəziyyətdə yoxdur. İndiki vəziyyətdə yalnız idman hüquqşünası olmaq üçün sizin yolunuz xaricdə bir magistr təhsili almaqdır və yaxud da mən bütün məsələləri təhsilə bağlamıram. Siz bunu öyrənə də bilərsiniz. Kitabları oxuya bilərsiniz, hüquqşünassınız, siz kitabları oxuya bilərsiniz, reqlamentləri oxuya bilərsiniz, kurs FIFA-nın, UEFA-nın kursları var. Bunları əldə edib də bu sahəni öyrənə bilərsiniz. Burada yəni mütləq magistr və mütləq nəsə olması bir tələbi yoxdur. Sadəcə əsas tələb odur ki, siz bunu biləsiniz. Bu sahəni, bu qaydaları, bu qanunları biləsiniz. Bunu bilirsinizsə, siz özünüzü bir növ hüquqşünassınızsa da, bir növ idman hüquqşünası adlandıra bilərsiniz. Amma indiki vəziyyətdə, belə deyim, təəssüf olsun ki, Azərbaycanda idman hüququnun inkişafı üçün, idman hüququnun materialları üçün, bazasının formalaşdırılması üçün demək olar ki, işlər artıq getmir. Dayandırılıb, yəni faktiki olaraq. Çünki nə burada çox federasiyalar da maraqlı deyirlər, universitetlər də artıq maraqlı deyirlər. Biraz bu məsələdə mən aktivlik görürəm İdman Akademiyasında. Mən özüm də orada sabah qruplarında tədris edirəm, müəllim kimi çalışıram. Orada biz çalışırıq ki, idman hüququnun inkişafı üçün hər hansı bir formada tələbələrin, ən azından bu sport menecment ixtisasında oxuyan tələbələrin idman hüququndan da bir anlayışları olsun ki, onlar belə deyim də. Çünki biz bunu düşünürük ki, yalnız idmançılara bu hüquq lazımdır, bu sahə lazımdır. Amma mən düşünürəm ki, idman hüququn bir nömrəli bilməlidir idarə etmə sferasında olanlar. Çünki bugün klublardakı baş verən problemlərin kökünə biz varanda çox elementar məsələləri idarəçilərin bilməməsindən böyük, milyonluq, bəlkə də böyük bir komandaları ziyana saldıqlarının canlı şahidi olmuşam. Ona görə də idman hüququ bu idman sferasında olan hamı üçün lazımdır bilmək. Maraq varmı tələbələr tərəfindən idman hüquqşünası olmağa? Məncə var. Artıq belə deyim. Bizdə bir belə bəlkə də düzgün olmayacaq bunu demək. Biraz mən idman hüququnun bəlkə də görünən üzdə olan bir simasıyam bir növ. Çünki bəlkə də bu fəaliyyətlə başqa adamlar bunu çox da göstərmirlər və yaxud da bildirmirlər. Və mən bu tələbələrlə, çünki biz təlimlər də çox təşkil edirik və görüşlər zamanı da artıq görürəm ki, bəli, istəyirlər. Onlar çünki belə deyim, bir Elcanı görürlər, onun hansısa bir uğurlu bir-iki işini görürlər və istəyirlər ki, düşün. Amma o arxadakı əziyyəti, arxadakı şeyi çox da belə çox adam görmür o problemli tərəfləri. Amma yəni tələbələrlə sırf birbaşa ünsiyyətdə mən görürəm ki, artıq kifayət qədər maraq var. Çünki əvvəl insanlar bilmirdi belə bir sahə var, indi bilirlər belə bir sahə var və belə deyim də bu sahədə digər hüquq sahələrindən deyərdim ki, kifayət qədər daha gəlirli bir sahədir. Bəli. Cəy olaraq. Gəlir öz yerində, artıq bu sualı vermək vaxtıdır ki, klassik hüquqla idman hüququ arasında əsas fərqlər nədən ibarətdir? Ən əsas fərq odur ki, bizim idman hüququnu formalaşdıran dövlətlər deyil, təşkilatlardır. Burada bütün qaydaları yazan, qaydaları diktə edən, formalaşdıran təşkilatlardır. Məsələn, futboldan birbaşa götürək. Futbolda bütün qaydaları yazıb FIFA-nın belə deyim, FIFA müəyyən edir. Reqlamentlər onlar müəyyən edir, oyun qaydaları FIFA-da, o da bir növ FIFA-ya bağlı bir qurumdur. Və bunların, yəni burada biz görə bilmərik ki, aça bilmərik ki, hansısa bir məsəl üçün İspaniyanın hansısa bir məcəlləsi ilə biz bugün hərəkət edirik. Yox. Burada hər hansı bir dövlətlə. Bəli, dövlətlər buna uyğun olaraq hər hansı formada qaydalar qəbul edirlər. Azərbaycanda uyğunlaşırlar. Onlar uyğunlaşırlar. Bəli, dövlətlər bir növ şirkətlərə uyğunlaşır, təşkilatlara uyğunlaşır və bütün sahələrdə bu bütün idman növlərində belədir. Milli Olimpiya Komitəsinin öz reqlamentləri var. Olimpiya oyunları o reqlamentlərə uyğun olaraq keçirilir. Görürsüz siz dünyanın çox maraqlı bir şey var. Dünyanın hər yerində futbol oynayırlar, amma hər yerdə İFAB-ın qoyduğu qayda ilə oynayırlar. Kimsə 8-8 nəfərə futbol oynayırsa, biz bunun adını futbol demirik, artıq başqa şey deyirik. Yəni, bu dünyanın hər yerində eynidir. Bu qaydalar və s. Bu yeganə bəlkə də idmandadır. Və ən vacib daha bir demək olar ki, bu mübahisələrin dövlət daxili həlli olmur. Bu mübahisələr həmişə bir növ təşkilatların daxilində və beynəlxalq bir xarakter daşıyır. Məsəl üçün, bugün rahat şəkildə görürsünüz, UEFA Azərbaycan bir klubuna ban qoya bilir. Yəni, deyə bilmir ki, yox, get AFFA bunu yalnız AFFA eləsin demir. Lazım gələndə özü də hansı bir formada öz iştirakçılarını bir növ cəzalandıra bilir və yaxud da başqa bir şey eləyə bilir. Yəni, burada ən fərqləndirici bütün hüquq sahələrinin ən fərqləndiricisi burada. Çünki bizim hüquqda belədir ki, hüquqda qaydaları müəyyən edir dövlət. Məsələn, Milli Məclis qaydalar toplusu müəyyən edir və hər kəs ona uyğunlaşır. İdmanda belə deyil. FIFA bir qaydalar müəyyən edir və bütün dünyanın futbol oynayan hər kəs
peşəkar oynayan hər kəs bu qaydalara riayət etmək məcburiyyətində qalır. Yəni bunun ən vacib xüsusiyyəti budur və eyni zamanda burada yerli məhkəmələrdə mübahisələri həll edə bilmirsən. Ən vacib məsələ. Məsələn, bir futbolçunun bir klubla mübahisə olursa biz AFFA-ya müraciət edirik. Hansısa bir məsələn Xətai rayon məhkəməsinə müraciət eləmirik o mübahisənin həlli istiqamətində. Amma əslin nəzəri olaraq eləmək olar. İki tərəf də Azərbaycan Respublikası vətəndaşlığı falan. Amma idman hüququ qədər dərin tənzimlənir ki, burada icazə vermir. Başqa hüquqi sənədlərlə bunun qarşısı alınır. Yəni bunun ona görə də bu sahədə belə deyim də hər adam ona görə məşğul ola bilmir ki, bu qaydaları bilmirlər. Yəni bu idman hüququnun ən spesifik odur ki, məsəl üçün də mən bu gün əmək hüquqşünası olmasam belə rahat şəkildə bir hüquqşünas olaraq əmək mübahisəsini həll edə bilirəm. Çünki aşağı-yuxarı eynidir. Mülki bir mübahisə də aşağı-yuxarı eyni məhkəmələr baxırlar. Yəni üsulu necə şikayət etməyi bilirsən, sahəsindən fərqli olmayaraq. Amma idman hüquqşünası olmayan bir adam siz bir mübahisəni versə, heç o bilməyəcək ki, hara şikayət etməlidir birinci. Spesifik sahədə çox spesifikdir, xüsusi qaydaları var və qeyd etdiyiniz kimi çox geniş məcrada, yəni qlobal şəkildə qəbul olunmuş qaydalardır deyə sanki sən bunu hətta ən kiçik lokal bir miqyasda belə həll eləyəndə belə elə ki o lokal miqyas yox, qlobal miqyasda mübahisələndirməyə çalışır. Elə bir dünyanın qanunlarına qarşı, dünya bir qanunlarına qarşı çıxmalı olursan. İdman hüququ, idmanla futbol hüququ arasında, yəni fərqi deməyim, futbol digər idman növlərindən, təkcə Azərbaycanda demirəm, dünyada deyirəm, daha böyükdürmü? 100% daha böyükdür və bu biz elə bu tənzim etməsinə də baxanda, qaydalarına da baxanda görürük ki, həqiqətən çox böyükdür. Çünki bir növ təbii ki, idmandakı futbolun yeri heç kəs mübahisələndirməz. Yəni çox ən böyük kütlə var orada, həm baxış olaraq, həm digər nöqteyi nəzərdən və eyni zamanda hüquqi olaraq da. Çünki FIFA illərdir ki, bu prosesi çox yaxşı şəkildə aparır. Yəni öz reqlamentləri olsun, UEFA olsun, yəni digər qurumları ilə bir yerdə və bəlkə də çox nadirən bir nüans ola bilər ki, FIFA onu qayda olaraq tənzimləmir. Siz bir adi məsələn Çempionlar Liqasının yarışın bir reglamentini açıb oxusanız, hər nöqtəyə qədər məsələn, acaba mediaya qədər görürsünüz ki, hamısının qaydaları var, reglamentlər var ki, hər adam mən mediayam deyib gedib orada iştirak edə bilməz. Çətindir proses, akkreditasiya almaq çətindir. Bəli, hər şey eyni qaydada tənzimlənir. Reklam olsun, media tərəfi olsun, nə bilim, digər iştirakçılar, klublar nöqteyi nəzərindən olsun, hər şey çox detallı tənzimlənir və çox sürətli də inkişaf eləyir. Mən FIFA-nın oyunçuların sosial transfer reglamenti var, əsas ana sənədidir bir növ və orada demək olar ki, ildə 2 dəfə, 3 dəfə o reglamentdə bir dəyişikliklər olur. Çünki ümumiyyətlə hüquq elə bir sferadır ki, sahədir ki, həmişə ictimai münasibətlərin arxasınca gedir də, heç vaxt onları qarşı qabaqlaya bilmir. Proses baş verir, baş verərkən 90% hüquq onu tənzimləyə bilmir. Bəli. Ondan sonra dərhal o problemi görürlər və görürlər ki, bu boşluqdur, bunu tənzim etməmişik və bunu tənzimləyirlər. Və bunu da ən çevik reaksiya verə bilən, bu proseslərə də, dinamik proseslərdə bəlkə də ən çevik reaksiya verə bilən qurum bəlkə də FIFA-dır. Onlar həqiqətən çox sürətli şəkildə, məsələn, pandemiya çıxdı, digər federasiyalar tərpənənə qədər artıq FIFA bütün reglamentləri yenilədi ki, keçid bir müddəalar çıxartdı ki, belə oynayacaq, belə eləyəcək. Və ona görə, belə deyim də, və buna görə də idmanda və həm də mübahisə nöqteyi nəzərindən də baxanda, məsələn, İdman Arbitraj Məhkəməsinin də hər il bir raportları çıxır ki, baxdıqları mübahisələr 70-80% futbol üzərində olan mübahisələrdir, dünya üzərində də. Və bu da onu göstərir ki, futbol kifayət qədər üstün mövqedədir, həm mübahisə nöqteyi nəzərindən, həm tənzim etməsi nəzərindən və ona görə də rahat şəkildə deyə bilərik ki, futbol çox öndədir. Elə hüquqi olaraq da öndədir. Azərbaycanda da. Azərbaycanda 100% öndədir. Azərbaycanda digər federasiyalar ümumiyyətlə idman hüququna çox da, yəni ümumiyyətlə qəbul eləmək istəmirlər bəlkə də. Mən də federasiyanın içərisində olmuşum. Biz çalışmışıq ən azından müəyyən qaydalarda. Deyərdim ki, bizim işlədiyimiz vaxtlarda ən azından bir şeylər eləməyə çalışmışıq. İdman federasiyalarının buna maraq göstərməməsinin səbəbi düzü mənə də maraqlı olub. Niyə maraqlı olub? Çünki əslində bu həmən federasiyalara kömək edə biləcək belə deyək də, bir yoldur, bir istiqamətdir. Onu inkişaf elətdirməklə, idman hüquqşünasında işləməklə, xüsusilə elə federasiyalar var ki, onlara ümumiyyətlə məcburidir, yəni nə mənada onlar daha çox bu mübahisələndirmələrə gedirlər deyə.
onların olması idman hüququna yönəlməsi daha məqsəd uyğundur, amma yoxdur. Yəqin ki, bunların maraqları niyə yoxdur, başa düşmürəm. Yəni, əksinə, sadəcə bunu yerində həll eləməyə çalışırlar deyəndə tez olsun deyə, amma bunu uzun müddətli həllini görüblər, uzun sonrası mənə maraqlı deyil. Çünki ümumiyyətlə bir növ Azərbaycanda insanlar çox da hüquqi olaraq yaşamaq istəmirlər. Hüquq çərçivəsində yaşamaq istəmirlər. Çünki bir hüquq olması, bir prosesdə qaydanın olması eyni zamanda onun əməl edilməsində tələb eləyir. Bizim üçün komfortlu zona odur ki, bir hüquq olmasın. Yəni istənilən vaxtda istədiyimizi eləyə bilək. Lazım olanda hüquqi hərəkət eləyək, lazım olmayanda istədiyimizi eləyə bilək. Bəs sənin hüququn pozulanda ya da düşür axın. Hə, onsuz da zaten bax mən həmişə deyirəm ki, hüquq elə bir sahədir ki, bunun hamının ehtiyacı olacaq hüquqa bir gün. Bir federasiyanın prezidentinin də sabah o hüquqa ehtiyacı olacaq. Çünki heç kəs əbədi deyil. Heç kəs bilmir ki, o postda nə qədər qalacaq və yaxud da proseslər hansısa məcrada davam eləyəcək. Amma normal hüquqa hörmət olunsa, hüquqa dəyər verilsə, hamı rahat olar ki, səhər məndən başqası gələndə də məni yıxıb sürməyəcək, mənə qarşı qanunsuzluq eləməyəcək. Çünki biz bunun bütün sferlərdə o qədər şahid olmuşuq ki, məsələn, adamlar olub ki, həqiqətən də öz fəaliyyətləri dövründə kifayət qədər qanunu pozublar və ondan sonra başqa adamlar gəlib, onlardan da onların özünə qarşı istifadə edəndə hüquq yadlarına düşüb, proses yadlarına düşüb, qayda yadlarına düşüb. Amma bu belə deyil də. Ona görə mütləq şəkildə bütün həyatı mən düşünürəm ki, hüquqi formada yaşamaq lazımdır. Yəni biz davranış formalarımızı seçərkən əxlaqa önəm veririk, bəlkə də yaxşı oğlanlığa önəm veririk, başqa dəyərlərə önəm veririk. Amma hüquqi formada hərəkət etmək 3-cü, 4-cü, 5-ci yadımıza gəlir. Amma məncə bir nömrəli insanlar hüquqi formada yaşasalar həm rahat yaşayacaqlar, həm komfortlu yaşayacaqlar, həm də həyatları daha stabil olacaq, belə deyim. Dünyada futbola FIFA baxır, rəhbərlik eləyir. Azərbaycanda AFFA. AFFA-nın hüquqi işlərinin hüquqi tərəfi nə dərəcədə mükəmməldir deyə, nə dərəcədə yaxşı təmin olunub, təşkil olunub? Təbii ki, mükəmməldir desək özümüzü aldatmış olarıq. Təbii ki, mükəmməl deyil. Amma AFFA-nın içində də mən məsəl üçün 2019-cu ildən demək olar ki, bəlkə də AFFA ilə ən aktiv işləyən adamlardan biriyəm. Mübahisə nöqteyi nəzərindən, hüquqi nöqteyi nəzərindən ki, yəni idmançıların nümayəndəsi olmuşam, yeri gəlib stasiya klubların nümayəndəsi olmuşam. Bu prosesi sıfırdan görmüşəm də. Hə, 2019-la 2018-ci illərlə 17 ilə müqayisədə kifayət qədər irəliləyiş var. Həmin dövrlə münasibətdə. Kifayət qədər irəliləyiş var. Mübahisələr nöqteyi nəzərindən, baxılması nöqteyi nəzərindən. Amma yenə də problemlər varmı? Var. Çünki biz əslində çox bəsitdir bu məsələni düzəltmək. Çünki konkret bir nümunə var da bizim önümüzdə. FIFA mübahisənin həlli palatası var və eyni mübahisəni beynəlxalq çərçivədə FIFA baxır da, eyni mübahisəni həll edir. Yəni birəbir onu götürüb həll eləmək olar. Məsəl üçün, mənim ən biraz qəbul etməkdə çətinlik çəkdiyim məsələ nədən ibarətdir? AFFA-nın 2 hüquq orqanı var, mübahisələr, belə deyim, oyunçuların sosial transferi komitəsi və apellyasiya arbitraj tribunalı. Sırf hüquqi məsələ, bir də intizam komitəsində bir növ hüquqi məsələlər var. Burada təmsil olunan şəxslərin hər biri peşəkar hüquqşünas olmalıdır. Bütün üzvlər hüquqşünas olmalıdır. Bir sədr hüquqşünas olmaqla məsələ bitmir. Siz FIFA DRC-dəki olan eyni nümunəni verimdə FIFA-nın mübahisələrin həlli palatası var ki, bir klubla bir futbolçu arasındakı sırf mübahisəyə baxır. Hüquqi mübahisəyə baxır, müqaviləsinin üzürlü pozulub pozulmaması məsələ üçün mübahisəsinə baxır. Və orada FIFA-nın siz heç bir hüquqşünas olmayan bir nəfəri belə orada görə bilməzsiniz ki, o hüquqşünas deyil, amma o məsələnin həllində iştirak edir. Çünki sırf hüquqi bir mübahisədir. Məsələn, siz necə düşünə bilirsiniz ki, tutalım, sizin bir mübahisəniz var, işçi ilə işə götürəndə eyni bir şeydir də mahiyyət etibarı ilə. Amma sizin işinizə tutam, Xətai rayon məhkəməsində baxan adam bədən tərbiyəsi müəllimidir. Yox, bədən tərbiyə müəllimi bu idman hüququdur. Yox. İdman hüququdur. Bəli. İşin idman tərəfi də var axı. İdman tərəfi varsa, bunu məhkəmələr eləyib də, həll eləyib də, dövlət dünya bunu həll eləyib. Hansı bir məsələdə məhkəmə bilmirsə, ekspertdən rəy alır. Mütəxəssisdən rəy alır. Amma yekunda o rəyə üzrə sübuta qiyməti verən hakimdir. Hakim də peşəkar hüquqşünasdır. Yəni siz Respublikasının ərazisində bir dənə də hakim tapa bilməzsiniz ki, onun ixtisası hüquqşünas olmasın.
Yəni təbii. peşəkar hüquqşünas olmasın da, yəni ali təhsilli hüquqşünas. Eyni şeyi idmana da gətirsək, idman AFFA'nın hüquq orqanlarında təmsil olunan istənilən şəxs mütləq şəkildə hüquqşünas olmalıdır, bir mənalı şəkildə. Çünki FIFA-nın tələbi budur. FIFA-nın mübahisənin yerli national DRC-lərlə bağlı bir reqlamenti var və orada mütləq göstərib ki, bu mübahisələri həll edən adamlara aid tələblər var və orada da mütləq göstərib ki, mütləq şəkildə hüquqşünas olmalıdır və idman sahəsində peşəkar hüquqşünas olmalıdır. Okey, sual verə bilərsiniz ki, AFFA bu qədər adamı hardan tapsın? Bu qədər tutalım ki, hərəsində bir 4-5 nəfər var. Amma ən azından, məsələn, AMADA bunu eləyir və digər qurumlar eləyirdilər bunu, mübahisələrə baxın. Ən azı siz hüquqşünas eləməlisiniz mütləq. Və onu zaten 1-2 il ərzində idman hüquqşünası eləyəcəksiniz, reqlamentləri ona öyrətməklə. Amma məsəl üçün mənim ən az qəbul etmədiyim nüans sırf o hissədədir. Ədalətli olub olmaması mübahisələndirmirəm qərarların. Çünki onu mən ləğv etmə bir proseduram var. Məsələn, bir qərardan narazı qalıramsa, AFFA'nın hər hansı bir qərarından narazı qalıramsa, mən onu İdman Arbitraj Məhkəməsinə verib mübahisələndirib bu qərarı uda bilirəm. Ona görə mən düşünmürəm ki, oradakı hər hansı bir qərarın ədalətli, düzgün, səhv olması mənə hüquqi olaraq çox da böyük problem yaratmır. Çünki bunun ləğv bir proseduram var. Amma mənim üçün və məsəl odur ki, reqlament var, amma o reglamentə riayət olunmur. Bəs onda AFFA bunu necə izah eləyir? Bilmirəm, mən bu izahı mən onlardan almamışam və biz bununla bağlı bir diskusiyamız olmayıb ki, onlar buna bir cavab versinlər. Amma yəni mənim düşüncəm və şeyim odur ki, mən məsəl üçün AFFA'nın o hüquq orqanlarındakı şəxslərin hüquqşünas hamısının, təbii ki, hüquqşünaslar var orada təmsil olunur, amma hamı hüquqşünas deyil o komitədəki. Mən belə deyim, təklifim çox olar ki, yaxşı olar ki, növbəti onların zaten səlahiyyət müddəti 4 ildir. Yenilənərkən çox yaxşı olar ki, hüquqşünaslardan formalaşdırılsın. Bütün tərkib hüquqşünaslardan olsun. Çünki ən azından AFFA'nın özünün içində belə artıq neçə illərdir yetişən hüquqşünaslar vardı, işləyirlər. AFFA'nın özünün də çox dəyərli hüquqşünasları var. Naib Əsədov var, Rəvan bəy var, çox kifayət qədər işləyən, Günay xanım var idi. Kifayət qədər işləyən hüquqşünasları var idi. Yəni ən azından onları təmsil etmək olar hansısa bir formada. Yəni onlar daha çox katib funksiyasını yerinə yetirirlər. Amma çünki mübahisə hüquqidir və bu mübahisəni həll edən adam da bir mütləq şəkildə hüququ bilməlidir. Siz dediyiniz o arqument ki, rəy almaq bədir. Onu siz mütəxəssis olaraq İdman Arbitraj Məhkəməsi də belə işləyir. Hamısı hüquqşünasdır, peşəkar hüquqşünaslardır. Hansı bir məsələdən də tutalım ki, bir rəy lazımdır. Məsələn, mən bir mübahisəm var. O tibbi olaraq sırf bir mübahisədir. Yəni oyunçunun zədəsinin klubdan yaranır və bununla bağlı həkim rəy alır, mütəxəssis rəy alır və onun əsasında qərar. Yəni onun yekdir qəbul edir ki, bəli, bunu həkim deyibsə belə. Zaten bütün mübahisələrdə belədir. Amma da ona qalsa, biz gərək tərkibin içində həkimi də saxlayaq, hansı bir vəziyyətdə həkim də orada lazım ola bilər, komitənin üzvü kimi və yaxud da yəni, bu düzgün bir yanaşma deyil. Hansısa məsəl üçün bir texniki bir məsələ lazım olacaq, tutalım, hansısa yarışın keçirməsinə. Peşəkar futbol liqasına müraciət edəcəksən, o da sənin sualına konkret cavabı verəcək ki, hə, bu məsələ belə həll olunur. Amma onun yekununda onları formalaşdırıb rəy verən adam hüquqşünas olmalıdır. Ona görə nəyə görə hüquqşünas olmalıdır? 4 il oxumalıdır. Hüququn ana prinsiplərini bilməlidir ki, bir mübahisəni həll eləyərkən sən nələrə baxmalısan və necə həll eləməlisən? 5 nəfərdən 3-ünün ya 4-ünün hüquqşünas olmağı bəs eləmir. Xeyr. Hamı olmalıdır. Tələb odur ki, hamı olmalıdır. Yəni bunu AFFA nə izah verir FIFA-ya? Yəni maraqlıdır. Soruşarıq. Azərbaycan futbolunda artıq idman öz yerində. Bizi təbii ki, futbol populyar olduğu üçün verilişimizin də 11 adamdır. Futbol bizi daha çox maraqlandırır. Azərbaycan futbolunda idman hüququ ilə, futbol hüququ ilə bağlı ən çox mübahisələr hansı istiqamətdə olur? Nədən olur? Ən çox mübahisələr Azərbaycanda müqavilənin pozulması məsələsindən yaranır və Azərbaycanda təbii ki, maliyyə ilə bağlı çox böyük mübahisələr yaranmır, ən azı Premyer Liqada. Çünki Premyer Liqada stabillik biraz var, o çox yaxşıdır. Çünki stabil pul verən bəllidir və klub da aşağı-yuxarı büdcəsini bilir və ona uyğun oyunçular götürür və çox da borclanmır futbolçulara qarşı. Vaxtında ödür, biraz gecikmələr olur təbii, amma yəni ödənilir hər bir. Amma ən böyük problem müqavilədən doğan mübahisədir. Yəni sən bir müqavilən var, klub bunu pozur. Hansı bir formada müqavilənin bir bəndinə istinad edir, bir bəzir, düzür, orasını pozur. Və əsas mübahisələr buradan yaranır. Yəni qüvvədə olan bir müqavilə olur. Və ikinci də ən böyük problem klublar oyunçuların müqaviləni pozmağa məcbur edici hərəkətlər edirlər davamlı olaraq.
sistematik olaraq ki, hər hansı bir formada təlim məşq toplanışını aparmır, hər hansı bir formada ikinci əvəzedici heyəti göndərir, hər hansı bir formada başqa psixoloji təzyiq eləyir və bir adını çəkmək istəmirəm, çox hörmət elədiyimiz bir məşqçi ikinci liqada bir komandada, birinci liqada bir komandada futbolçular cəza tədbiri üçün qaz yerişi yeridirdi, cəza üçün. Yəni bu mübahisə heç kəs dərk eləmir ki, kasa getsə və yaxud da idman biz FIFA-ya falan çıxarsaq, o adamı ömürlük bəlkə də uzaqlaşdırarlar və bir daha da məşqçilik fəaliyyətinə icazə verməzlər. Yəni və bugünkü gündə biz FIFA üzərində və KAS üzərində olan mübahisələrdə artıq əvvəl biz təkcə pulu istəyirdiksə bir müqavilə pozuntusundan, son illərdə biz mənəvi təzminatlar da istəyirik və mənəvi təzminatlarda KAS və FIFA təcrübəsində artıq müqavilənin pozuntusunun eyni məbləğlərə gəlir çıxır. Yəni siz bir oyunçuyu qaz yerişi getməklə nə qədər mənəvi, psixoloji və çünki hər kəsin qarşısında eləyirsiniz. Sadəcə biz bunu bilmirik. Bu da ümumiyyətlə hüququ pozmağın iki əsas forması var da. Ya sən hüququ pozursan, bilmirsən pozursan. Yəni sadəcə sən o qaydanı bilmirsən, xəbərin yoxdur, bunu pozursan. Və yaxud da sən o qaydanı bilirsən, amma işləmə mexanizmindən bilirsən ki, işləməyəcək. Və ona görə rahat pozursan, belə də. Bizdə bilirlər və bilirlər ki, işləməyəcək. Ona görə rahat şəkildə istədiklərini eləyirlər. Amma olmaz. Yəni bu olmaz. Və bunu da eləyən şəxslərin çoxu keçmiş futbolçular olur, belə şeylər olur. Pozisiyanı dəyişən kimi, Azərbaycanda bu çox rahatdır. Pozisiyanı keçən klub tərəfindən keçən kimi elə bilirlər ki, futbolçu karyeralarının üstünə xətt çəkirlər və başlayırlar futbolçulara belə bir şey yapmağa. Məmurlaşma bir növ. Və ona görə də ən böyük problem mən deyərdim budur Azərbaycanda futbolçulara qarşı. Belə deyim, həm mənəvi olaraq düzgün yanaşılma yoxdur, pozurlar, müqavilələrinə hörmət edilmirlər və onları müqaviləni pozmağa məcbur edəcək hərəkətlərə çox eləyirlər. Yəni, məsəl üçün, bunlar fikirləşirlər ki, klublar bu futbolçu mənimdirsə, mən nə desim eləyəcək. Yəni, Bosman qanunundan xəbərləri yoxdur. Xəbərləri yoxdur. İzləmirlər. Çünki belə deyim də bugünkü gündə mən başa düşürəm ki, klubların kifayət qədər maddi gücləri yoxdur. Maddi gücləri kifayət qədər olmadığına görə də bu prosesləri izləyə bilmirlər. Çünki belə deyim, idman hüququnu öyrənməkdə çox bahalıdır. İdman hüququndakı mübahisələr də çox bahalıdır. Ona görə də oralara çox gedib çıxa bilmirlər deyə, belə deyim, o situasiyaları çox görmürlər deyə və o standartlardan xəbərləri yoxdur. Bugün onlar bilmirlər ki, çünki hətta belə bir sistem qrupda çox, yəni bir Azərbaycanlı futbolçu, Azərbaycanlı klub arasında bir mübahisə varsa, bunun ilk növbədə AFFA-da baxılır. AFFA-nın Sözlər Komitəsi baxır, ondan da şikayət Apellyasiya Arbitraj Tribunalına baxır. Apellyasiya Arbitraj Tribunalı yekun bir qərar verir və bu qərardan biz narazılıqsa İdman Arbitraj Məhkəməsinə gedirik. İdman Arbitraj Məhkəməsində də bir keysin qiymətləri ortalama, məsəl üçün də belə bir real bir situasiya üzrə verim. Məsələn, siz bir-birimizlə bir 50 min manatlıq bir təzminat davası da elə böyük bir məbləğ deyil. 50 minə görə KAS bizim təzəcə bir məhkəmə işimiz üzrə 23 min İsveçrə frankı avans istədi. O da təxminən 20 evro bərabərdir. Hə, o da biraz evrodan biraz daha çoxdur. Harsa 45-50 min civarı arası bir məbləğdir. Yəni siz 50 mini bir nəfər digərindən 50 mini almaq üçün 50 min kasa pul ödəməlidir ki, mənim mübahisəmə bax. Və buna görə də aşağı büdcəli mübahisələri futbolçular kasa apara bilmir. Narazı, uduzsalar belə yerli olaraq. Amma %100 kasa getsə udacaq mübahisədir. Ona görə də bizdə biraz belə bir yanaşma var ki, klubların nöqtə-nəzərindən futbolçu gedə bilməyəcək o məsələlərdə. Amma bir tərəfi də unudurlar ki, KAS futbolçulara legal aid, hüquqi yardım da verir. Yəni əsaslandıra bilsələr hüquqi yardım da alır. Biz bunu eləmişik. Bir neçə situasiyalarda futbolçulara hüquqi yardım da verilir və onlar gedib pulsuz 1 manat xərcləmədən də bu hüquqlarını müdafiə edə bilirlər. Və yəni düşünməsinlər də futbolçular, yəni əvvəl belə idi ki, həqiqətən futbolçular bunu bilmirdi və mənim başıma çox gəlmiş bir situasiyalardan biridir. Məsələn, mən heç futbolçuyla əlaqəm olmayıb, bir klubla mübahisəsi olub, yalandan mənim adımdan istifadə eləyib ki, mənim vəkilim Elcandır, mən Elcana deyəcəm, şikayət eləsin, nə bilim nə, və məsələsi həll olub. Həqiqətən də məsələsi həll olub və sonradan mən klub dedi, dedim, mən heç o adamı tanımıram, münasibətim də yoxdur falan. Amma bu bir növdə məni eləyir ki, yəni qoy olsun da, problem yoxdur. Əsas nədir? Hüquqlar bərpa olunsun. Hansısa bir formada. Çünki bugün futbolçular artıq başa düşürlər ki, məsəl üçün, biz bunu istəyirik formada. Futbolçular artıq bunun əhəmiyyətini başa düşməyə başlayıblarmı? Kifayət qədər başlayıblar. Yəni burada bir məsələ var. Futbolçular
yəni milli komandada oynayan güclü futbolçular təbii ki, özlərini rahat davrana bilirlər. Çünki Bəli. klubların onlara ehtiyacı var. Bəli, bəli. Məsələn, ən güclü milli komandada oynayan məsələn Ramiz Şeyda, Mahir Əmrəli, Əlvin Cəfərquliyev, bunlar rahat ola bilərlər. Çünki bunu yazıdan da hər kəs istəyə bilər. Amma bir level aşağıda olanlar, bəlkə də hətta 2 level aşağıda olanlar artıq onlar klublara qarşı çox gedə bilmirlər. Bəli. Ona görə də onlar bir növdə hüquqlarının pozulmasına və yaxud da ki, hüquqlarının göz yummalı məcbur olur. Belə olan halda nə etməlidirlər? O riskə getməyə razıdırlarmı? Gedirlərmi? Yəni yenilik, tərpənmə varmı? Getməyinə gedirlər artıq. Artıq gedirlər. Çünki artıq onlar başa düşürlər ki, bu belə deyim də, hüquq belə bir şeydir ki, onlar bir dəfə bu prosesdə güzəştə keçsələr, bu daimi olaraq davam eləyəcək. Onu bunlar dərk eləyirlər. Və eyni zamanda artıq əvvəlki qədər klubların güclü o mif dağılıb. Klubların əvvəlki qədər güclü olması mifi artıq mən deyərdim dağılıb. Yəni klublar rahat, futbolçular ən az məsəl üçün də rahat şəkildə. Çünki siz dediyiniz kimi futbolçu yaxşıdırsa zaten və ya lap yaxşı olmasa belə də, yəni dəyəri nədirsə o dəyərdə adam klub tapacaq. Yəni real qiyməti kimindirsə, əvvəl klublar çox az idi, daha çətin. İndi biraz artıb, ikinci liqada biraz şey eləyib, gəlib və aşağı yuxarı yenə də normal seçilirsənsə, yenə də tapmaq imkanın var. Və o əvvəl idi ki, bir klub prezidenti ofisinə yığırdı ki, oyunçu götürmə. İndi biraz bu məsələlər azalıb. İndi məsələlər biraz azalıb. Ona görə futbolçu hesab eləyir ki, mən həmişə onu demişəm ki, futbolçulara, sən zaten çox yaxşısansa və düzələcək, yəni də lap şeydir, sənə mütləq kimsə tələb olacaq. Və amma bu o demək deyil ki, sənə tutalım, sənin performansın zəifdir və yaxud hansı bir şeyin zəifdir, amma hüquqların pozulmalıdır. Bu buna da isayət eləmir. Təbii ki, sadəcə bir məsələ var da, futbolçu əlində yanında hüquqşünasla gələndə kluba tərəf, klubun münasibətini dəyişdiyi çox olur. Mən sizə bir şey deyim. Təəssüflər olsun ki, Azərbaycanda klublar hüquqşünas görəndə çox məmnun olmurlar bu situasiyadan. Belə deyim. Və ümumiyyətlə Azərbaycanda idman hüququ ilə məşğul olmaq, sərbəst və müstəqil şəkildə idman hüququ ilə məşğul olmaq çox çətindir. Çox təzyiqlər görürsən hər mənada. Belə deyim də, klub prezidentləri olur, küsür, bir iddia göndərirsən, sonra da işləyirsən, yox, klub prezidenti səndən küsür. Bu qədər qeyri-peşəkar adamlar var. Və mən heç vaxt onları izah edə bilmirəm ki, Elcanın bir mübahisəsi olsa, Elcan sizi bağışlayar. Yəni sırf Elcanla tutalım hansısa bir klubun mübahisəsi olsa, mən hamını, yəni heç kəsinə, mən bəlkə də şəxsi həyatımda heç vaxt heç kəsinə mübahisə eləməmişəm, heç bir formatda. Mən güzəştə gedərəm, pulum olar, bağışlayaram sizə, deyərəm qurbandır. Amma mən kimisə müdafiə edirəm. Mən kiminsə pulun gəlib sizin qarşınızda keçə bilmərəm. Və yaxud da kiminsə hansısa bir hüquqların sizin qarşınızda müdafiədən imtina edə bilmərəm. Zaten bu futbolçuları müdafiə edəcək adam sayısı çox azdır. Çünki burada iki məsələ var da. Həm sən bilməlisən, həm də sən biraz cəsarətin də olmalıdır mübahisələri eləmək üçün. Məncə cəsarət artıq daha vacibdir. Bəli. Çünki faktiki olaraq sən bilirsən ki, sənə tutalım, mən bugün bilirəm ki, mənə artıq məsələn Azərbaycanda hər hansı bir klubda rəsmi işləmək qapıları bəlkə də ömürlük bağlıdır. Yəni açıq şəkildə də, yəni şey olaraqdır. Çünki mənim demək olar ki, mübahisə eləmədiyim bir klub, bəlkə də bir pretenziya məktubu göndərmədiyim bir klub qalmayıb. Ən azından da, yəni yenə deyim, hansı bir futbolçudur, mübahisə olub və yaxud da, yəni çoxunda bəlkə də bu məsələ məhkəmə müstəvisinə çıxmayıb, çoxunda sadəcə barışıqla bitib, və bunu peşəkar qəbul edən adamlar başa düşürlər. Çünki mən həmişə izah edirəm ki, mənim heç bir prosesdə art bir niyyətim olmayıb. Əksinə, mən klublara demişəm ki, gəlin bunu barışıq yolla nə qədər həll etmə imkanı varsa, bunları müzakirə eləyək. Çünki mübahisə hər iki tərəf itirir, istər-istəməz. Zaman itirir, pulun dəyəri itir, hər günün öz hökmü var. Yəni mübahisəni isti-isti həll eləsən daha belə deyim də effektiv olar. Amma təəssüflər olsun ki, Azərbaycanda biraz buna münasibət yaxşı deyil. Klublar bunu çox şəxsiləşdirirlər, çox şəxsi qəbul edirlər və başa düşmürlər ki, yenə deyirəm, bugünkü gündə situasiya ola bilər ki, sən bugün ona qarşı iştirak edə bilərsən, səhər mən vəkiləm. Mən hüquqları müdafiə edirəm. Bugün sizin hüququnuz pozulub, sizi müdafiə edə bilərəm. Sabah başqa adamın hüququ pozular, onu müdafiə edirəm. Yəni mən o müdafiə prosesində hər hansı bir qanunsuzluq eləsəm, hər hansı bir qanunsuz bir
sənəd istifadə eləsən, və yaxud da çıxıb mediada sizi çox pis bir şəkildə pisləsən, və yaxud da kesin detalların, mən əlimdə bildiyim arqumentlərin %1-in mediaya danışsam, yəni yerlə bir xəbərlər olar da, belə ajotaj yaradan xəbərlər. Amma mən sırf işimi görürəm, mən ona fokuslanıram, mənim üçün mahiyyətli olan mübahisənin həllidir. Futbol klublarımız və yaxud da ki, qurumlarımız, daxili qurumlarımız eyni mi, yerli futbolçu ilə legioner futbolçu eyni münasibəti göstərirlərmi bu məsələdə? Təbii ki, yox. Bir məna olaraq yox. Çünki bilirlər ki, legionerə qarşı hüquqlara pozsa, legioner müraciət edəcək FIFA-ya, yerli pozsa AFFA-ya. İstər-istəməz aşağı yuxarıda klubların hamısının AFFA ilə nə münasibətdə olduğu hamıya bəllidir. Aydındır. Klassik müqavilə məsələsinə gələk. Çünki bütün bu hər şey oradan başlayır, orada da bitir. Bəli. Orada da bitir. Daha çox elə orada başlayır. Deyirlər UEFA müqaviləsi. Bəli. Belə bir şey varmı ki, Azərbaycanlı klubun daxili müqavilə ilə? Ya indi Azərbaycanda PFL müqaviləsi deyirlər. Azərbaycanda PFL müqaviləsi deyirlər və ümumiyyətlə Azərbaycanda müqavilə məsələləri, belə deyim, mən Sumqayıt Futbol Klubunda çalışmışam 3 il, 3 mövsüm. Pandemiyadan sonra 20-21 mövsümündə belə deyim, başlamışam və biz o vaxt gələndə müqavilə xidmət və yaxud da tapşırıq müqavilələri bağlanırdı klublar, futbolçularla. İkisi də tamamilə belə qanunsuz deməyim, faktiki hala uyğun bir müqavilə deyildi. Elə bil ki, sizin adınız Kənanda sizə Elcan deyirlər. Belə bir şey idi, belə bir hal idi. Və sonradan belə deyim, biz ilk dəfə Sumqayıt Futbol Klubu olarkən biz peşəkar futbolçu müqaviləsi yazdıq, yaratdıq. Yəni özümüz yazmışdıq da, yəni şərtləri özümüz hazırlamışdıq, təbii ki, FIFA-nın və UEFA-nın qaydalarına uyğun olaraq özümüz. Çünki bu məsələdə müqavilədə iradə sərbəstliyi var və nə UEFA-nın, nə FIFA-nın bir nümunə forması yoxdur. Bu tamamilə UEFA heç vaxt nə FIFA müqavilə şərtlərində tərəfləri çıxa bilməz. Nə olmaz onu deyir, nə olsa etibarsız olacaq onu deyir, amma nə oları çünki nə olar sərhədsizdir də bir növ. Çünki bunu siz çox şey istəyə bilərsən, yaza bilərsən. Onun hamısını nümunə verib və sonra UEFA-nı, FIFA-nı hər hansı bir məsələyə tərəf eləmək düzgün deyil. Və AFFA-nın da 13 transfer əsasnaməsində müqavilənin ümumi şərtləri göstərib ki, minimum standartlar nə olmalıdır? Minimum standartları göstərir, amma minimumda təbii ki, keçə bilərsən. Burada bir məhdudiyyət yoxdur. Və ondan sonra, çünki bunun adı belədir, peşəkar futbolçu. Çünki nədir? İdman hüququ peşəkar futbolçuların fəaliyyətini tənzimləyir, həvəskarları tənzimləmir. Yəni gerdə qalan zaten indi bunun texniki məsələlərdir, amma yəni peşəkarlıq faktoru var da burada. Ona görə bunun adı peşəkar futbolçu müqaviləsi biz qoyduq və ondan sonra bir mövsüm sonra da peşəkar futbol liqası da artıq adı ən azı dəyişdi. Demirəm müqavilənin şərtlərinin birə-bir eyni ilədir, amma ən azı adı dəyişdi və bir nümunə hazırladı və bütün klublara göndərdi. Bu nə dərəcədə düzgündür, nə dərəcədə düzgün deyil, bu biraz şeydir. İndiki hüquqi vəziyyətdə klublar, çünki ikinci liqa klubları və yaxud birinci liqa klublarının nə hüquqşünasıza pul verəcək ki, mənə müqavilə yazdıracaq. Ona görə PFL-in nə müqaviləsi var, Peşə Futbol Liqasının verdiyi, təqdim elədiyi klublara müqavilə nədirsə, onu götürürlər. Heç olmasa nəsə bir şeydir. Olmayan yerdən şeydir. Amma o da idealdırmı? Yox. Bu UEFA müqaviləsi, legionerlərin bağladığı müqavilələrlə, onda belə çıxır ki, legionerlər ikili müqavilə bağlayırlar. İkili yox, 2 müqavilə bağlayırlar da. Yox, 2 müqavilə bağlamırlar. Yəni onların o qeyd elədiyi şərt deyirlər, məsələn, deyirlər, hamımız bu sözü istifadə edirik, sualımı təkrarlamış olurum əslində. Hər hansı bir klubun, hər hansı bir legionerinin bağladığı müqavilə ilə həmən klubun yerli futbolçusu arasında bağladığı müqavilə eynidirmi? Bəzi hallarda eynidir. Eyni hallarda kifayət qədər çoxdur. Onları demirəm. Ümumilikdə struktur olaraq deyirəm. Struktur olaraq demək olar ki, eynidir. Bəs niyə deyirlər UEFA müqaviləsi var, daha çətindir onu Yox, orada məsələ nədir? Nəyə istinad edirlər? Futbolçudan söhbət gedir. Siz keyfiyyətli və daha bahalı futbolçu gətirirsinizsə, mütləq o özü ilə müqavilə də gətirir. Yəni öz şərtlərini əks etdirən müqavilə də gətirir. Yəni onda o müqavilə olmur, o əlavə olur. Yox, əlavə olmur, o müqavilə olur. Elə bir baxın. Onda 2 müqavilə olur. 2 müqavilə olmur. Peşəkar Futbol Liqası müqaviləni təsdiqləyən tərəfdir. Siz nə versəniz onu təsdiqləyəcək. Peşəkar Futbol Liqası demir ki, mütləq mənim müqaviləmi gətir, mən onu təsdiqləyim. Şərh deyir ki, bax mənim minimum standartlarım var. Bunları yerinə yetirin. Təbii ki, qaydalar var. Sən məsələn xarici bir
bahalı bir futbolçu gətirmisən, onunla oturmusan, onun əsasında bir müqavilə hazırlamısınız. Hə, orada sənin də şərtlərin var, onun da şərtləri var və siz müqavilə aparsınız, bir şey futbol liqası o müqaviləni təsdiqləyəcək. Yəni, bir müqavilə olacaq. Yəni, elə bir də belə deyək, UEFA ilə siz dediyiniz, sizin timsal, UEFA ilə PFL-i birləşdirirlər, mix eləyirlər, bir müqavilə çıxarırlar. Hər bir halda bir müqavilə olmalıdır. İki müqavilə zaten qanunsuzdur. Hər bir halda bir müqaviləsi olmalıdır. Hə, bəzi maliyyə şərtləri, əlavələr falan ola bilər. Və bugün belə deyim də, bizdə onsuz da çox bahalı bir legioner zaten gəlmir. Bizə gələn orta 5.000, 10.000 dollarlıq oyuncular elə PFL-in müqaviləsi ilə də gedirlər. Onlar da çox da maraqlı olmurlar ki, onlar da açırlar, pulum verilir. Pulum nə qədərdir maddi. Yəni, prosto PFL-in müqaviləsi ingilisində olur da, bir dənə fərqi olur Azərbaycan ilə fərqi. İki hissəyə bölüb, bu tərəfini ingilisində yazırlar. Hə, iki dildə olur bir növ, belə deyək. Başqa bir şey dəyişmir mahiyyət etibarilə. Amma mən, məsəl üçün, Sumqayıtda işlədiyim zaman, o vaxt Əli Qurbani var idi. Məsəl üçün, Əli Qurbani milli komandada bir növdür. Əli Qurbaninin, məsəl üçün, müqaviləsi Sumqayıtın bütün futbolçularının müqaviləsindən tam fərqli idi. Həm forma olaraq fərqli idi, məzmun olaraq fərqli idi, mahiyyət etibarilə fərqli idi. Yəni daha geniş idi də bir növ, daha detallı. Hə, yəni həmən olarların sayı daha çox. Bəli, olarların sayı daha çox idi. Həmən o əlavə elədikləri olarların ölkədən kənar Azərbaycan qanunları, Azərbaycanın qaydaları yox. Digər ölkələrin qanunları ilə tənzimlənmə bir hansı əlaqəsi var mı? Yox, digər ölkələrin tənzimlənməsi deyil. Məsələn, bir adam gəlib, məsələn, İtaliyadan, İtalyan futbolçu gəlib. O həmən müqaviləni mübahisələndirmək üçün öz qanunvericiliyini... Yox. Mübahisələndirəcək yalnız FIFA qarşısında mübahisələndirəcək və FIFA-nın qaydaları tətbiq olunacaq mübahisəyə. Onda belə başa düşdüm ki, yəni o deyirlər ki, bu filankəsin müqaviləsi, FIFA müqaviləsidir, UEFA müqaviləsidir falandır. O sadəcə fərq ondan ibarət olur ki, orada həmən o futbolçunun şərtləri, bəli, daha çoxdur. Daha çoxdur və məsəl üçün tənzim etməklə bağlı məsələlər, texnik məsələlər daha geniş göstərilir. Yəni mən həmişə deyirəm, futbolçu maaş hissəsi müqavilədə, bizimkilər ancaq bu formatda işləyirlər də, əmək haqqı okeydir ki, o deyil də. Yəni müqavilənin əsas mahiyyəti digər məsələlərdir. Elə adicə mübahisələrin həlli hissəsini nə qədər detallı olmalıdır və yaxud da futbolçunun klubu, futbolçunun cərimələmə məsələsi. Mən belə deyim də, yerli bir Azərbaycanın bir futbolçuydu, məşhur futbol adını çəkmək istəmirəm, bir xarici bir yaxşı bir kluba transfer olmuşdu. Onun müqaviləsində sadəcə futbolçunun klubu cərimələmə məsələsi ilə bağlı bir əlavə var idi. Hardasa 20-30 səhifədən ibarət idi ki, necə və ən böyük problemlərdən də biri budur. Bax, klublar futbolçuları cərimələyirlər intizam pozuntusu adıyla. Demək olar ki, hamısı qanunsuzdur. Demək olar ki, onların hamısı əsassızdır və hamısı FIFA qarşısına getsə, hamısı ləğv olunacaq. Çünki düzgün formatda tənzimlənmir və bir də ən vacib məsələlərdən biri odur ki, FIFA'nın ən vacib bir prinsipinin mahiyyəti odur ki, bərabərlik mütləq şəkildə qorunmalıdır. Bizim müqavilələrimiz bir tərəflidir. Nə mənada bir tərəflidir? Bir tərəfin diktəsi iləndir. Klubların diktəsidir bir növ müqavilələr. Və əslində bu belə deyil. Sizə nə hüquq verilirsə, futbolçuya da eyni hüquqları sən kontrakt üzərində verməlisən və bərabərlik təmin eləməlisən. Yəni sən məsəl üçün yazırsan ki, sən intizam daxil bir cümlə yazır. Klub daxil intizam kodeksini əlavə eləsə, maaşın 50%-nə qədər cərimə olaraq tutula bilər. Hətta bu Peşkar Futbol Liqasının təqdim etdiyi müqavilədə öz əksini tapıb. Bir cümlə ilə siz bunun üstündən keçə bilmərsiniz və futbolçunu tutalım. Lap 10.000 olsa 5.000-lik əmək haqqısını bir cümlə ilə tuta bilməzsiniz. Bunu belə deyək də, lap lordici. Cəmaət bu 50% tuta bilmək üçün 20-30 səhifəlik razılaşma edir ki, hər detallı tənzimləyir ki, mən bu cəriməni tutanda, bu gedib UEFA-da, FIFA-da ləğv olunmasın. Və yaxud da buna hər hansı bir formada gəlməz. Ona görə mən hansı futbolçu deyir ki, məni cərimələyirlər, hamısına bir mənalı şəkildə deyirəm, əsassızdır. Çünki düzgün hüquqi bir prosedura ilə eləmirlər bunu. Legionerlər soruşum, yerlərlə bağlı danışarıq da, legionerlər əsasən müqavilələrinə əlavə elədikləri həmən olarlarda əsaslar nələrdir? Məsələn, ən maraqlısı deyə, ən çox rast gələn nədir? Məsələn, yeri qalmaq, əsasən, təbii ki, maddi məsələlərdir, əsasən. Maddi məsələləri əlavə eləyirlər. Təbii ki, qalmağa yer istəyirlər. Mən bir görmüşdüm, övladları ilə bağlı şərtlər istəyirlər.
Eyni zamanda nəqliyyat vasitəsi istəyənlər çox olur. Bir müddətində nəqliyyat maşınla təmin olunsunlar. Əsasən maddi tələblərdir. Aviabilet çox istəyirlər, ailə üzvləri və özləri üçün ildə 2 dəfə gedib gəlməkləri üçün istəyirlər və bu əsasən daha çox maliyyət tərəfləridir. Bir də mütləq şəkildə baxırlar onlar mübahisə hissələrinə və onlar həmişə maddi tələblərində çox çalışırlar ki, bizdə biraz ümumi formada yazırlar, pul veriləcək belə. Amma onlar daha detallı yazır. Hansı gün verəcəksə mənim pulumu? Dəqiq. Sentyabrın 5-i tutalım yaz. Yaz kontraktda hər ayın 5-i verəcəm sənin pulunu. 5-i verməsən nə olacaq? 5-i versən 6-cı gündən üstünə faiz gələcək. Yaz üstünəki cərimə gələcək üstünə. Faiz hesablanacaq və yaxud da nə mübahisəm çıxdı, necə olacaq? Mübahisəm çıxdı, FIFA-ya müraciət edəcək. FIFA hansı qaydalarla mübahisəyə baxacaq? Məsəl üçün, FIFA tutalım. FIFA-nın 2026-cı il reqlamenti əsasında baxacaq. Tutalım mənim mübahisəmə. Mübahisəmdə tutalım ki, kasa getsə, ondan sonra kasa gedəcək, neçə arbitr olacaq? O qədər detallı tənzimləyən adamlar görmüşəm. Yəni bu hüquqi nöqteyi nəzərdən. Çünki onlar da peşəkar zaten çünki çox pul qazanan adamlar vəkilə, hüquqşünasa pul xərcləmək istəyirlər. Ki zaten gəlir də bilir ki, pul var, oradan 5 manat, 10 manat hüquqşünasa verim, qoy baxsın. Bir də peşəkar olan zaten futbolçular bir dəfə, 2 dəfə peşəkar müqavilələri olur, bunları təcrübə eləyirlər. Və ən vacib məsələ odur ki, xaricilərdə gördüyüm, onlar müqaviləni oxuyurlar Azərbaycanlılardan fərqli olaraq. Azərbaycanlılar müqaviləni oxumurlar. Bir mənalı olaraq oxumurlar. Kişi sözünə və oxumurlar və eyni zamanda bugün istənilən bir Azərbaycan futbolçusuna yığın, soruş ki, müqavilən hardadır? Bir dənə soruş ki, müqavilən hardadır? Çox azı deyə bilər ki, sən 5 dəqiqə kontraktın telefonundan tapar atar və yaxud da deyər ki, evdədir, servantın başına qoymuşam və yaxud da harası qoymuşam. Belə deyək, adam müqavilə imzalayır, amma müqavilənin sürətini alır. Belə. Amma bunu bir xaricdə görmək demək olur, çox çətindir. Yerlərimiz bu mənada müqayisədə inkişaf etməyə başlayıblar. İnkişaf etməyə başlayıblar. Amma nə dərəcədə inkişaf ediblər, o da sual altında. Amma yəni əvvəlki illərə baxanda təbii ki, belə deyim də, sizlərin, medianın, bizim apardığımız biraz maarifləndirmə nəticəsində biraz inkişaf ediblər. Mediaya gələcəm, bir dənə məqam soruşmaq istəyirəm. Yerli futbolçular klublardan istəyəndə, məsələn, qeyri-adi nələr istəyə bilər? Məsələn, legionerlərdə maraqlıdır ki, məsələn, onlar qeyri-adi nə istəyə bilər? Nə ilə rastlaşmısınız ki, məsələn, mənim evim, məsələn, 5 otaqlı olsun və yaxud ki, mənə falan maşını... Bir vaxt var idi, Port Baku'da nə istəyirlər mütləq? Bir futbolçu var idi, yadımdadır. Sırf Port Baku'dan yazmış ki, mənə Port Baku'dan ev verin. Qarabağ futbolçusu olar yəni. Deməyəcəm indi hansıdır, etik olmaz. Yəni, konkret lokasiyanı göstər ki, bu binadan məsəl üçün mən ev istəyirəm. Amma məsəl üçün bir görmüşdüm, sırf övladı üçün özəl məktəb istəmişdik ki, övladının özəl məktəbə getməlidir, bunu təmin etməlisiniz. Mən bu şərtdən gəlirəm, yəni bu da bizim maliyyət. Amma klublar tərəfindən, məsəl üçün, biz Sumqayıtla müqavilədə yazmışdıq ki, məsəl üçün, konkret qadağalar qoymuşduq. Məsələn, motosiklet sürməyə qadağa qoymuşduq futbolçuya, xizək sürməyə qadağa qoymuşduq ki, zədə üçün ki, sürət və daha adrenalin idman növləridir. Məsələn, sonra mini futbola bir mənalı qadağa qoymuşduq. Bir dənə sən həyatdan gedib, hansı bir formada görsə, mini futbol oynayırsan, sən cəzalandıracaq, buna qarşı bir insan tədbiri görüləcək. Çünki bunlar belə deyim də, olmalıdır əslində. Bu da beynəlxalq təcrübədən gələn bir şeydir ki, yəni burada FIFA da buna qarışmır zaten bu məsələlərə. Təbii ki, öz qərarı, mən istəsən futbolçuya istənilən təklif tələb edən sonra qəbul edib eləməmək onun şəxsi istəyidir. Media məsələsinə də qeyd edeyim, sonra daha dəqiq materiallara keçsəm. Medianın bu işdə idman hüququ, futbolçuların hüququ, futbol hüququ, idman hüququnun inkişafında və yaxud da ki, bu işlərin inkişafında və yaxud da ki, regresiyasında, geriləməsində rolu hansı səviyyədə? Mən biraz deyim ki, medianın təbii ki, gücü böyükdür və müsbət mənadadır bütün resurslar, yəni biz belə deyim də, media nə eləyə bilirsə eləyir zaten. Yəni, media qayda yaradası deyil, reqlamət yaradası deyil falan. Yəni, ən azından bizə tribuna verirlərsə, bizi dinləyirlərsə, bu elə ən böyük şeydir. Və sadəcə mən nəyi məsəl üçün xaricdəki kimi görmək istəyirəm? Məsələn, bugün kifayət qədər Azərbaycanda da gedən məhkəmə işləri var, çox izlənilmir.
media tərəfindən məsəl üçün. Məsəl üçün də bugün danışılmış oyunlarla bağlı tutalım ki, Şəki Ağır Cinayətlər Məhkəməsində proses gedir. Tutalım ki. Və yaxud da o vaxt biz Hüseyn Seyidovun bir mübahisəsi vardı. Açıq məhkəmə proseslərində siz də gəlib rahatçılıqda oturub baxa bilərsiniz, xəbər hazırlaya bilərsiniz. Və orada çox maraqlı məsələlər müzakirə olunur. Maraqlı məsələlər olur. Məsələn, belə məsələlərə, bu xaricdə belə məsələlər daha böyük izlənilir, daha bu şeylər olsa daha da yaxşı olar ki, həm media üçün maraqlı bir məlumatlar olar, orada xəbərlər çıxar və eyni zamanda bu açıq proseslər də izlənilər. Başqa belə bir formatda hər şey məncə hesab edirəm ki, rolu müsbətə doğrudur və daha yaxşıdır. Mir Hüseynin adını çəkdi, elə o məsələ yadımdadır. Bu məsələni niyə yada salacağam? Mir Hüseynlə Nizaminin məsələsi, Nizami Hacıyev, yəni ki, hər kəs bilir, futbolun içərisində olanlar. O məsələni niyə o mənada danışmaq istəyirəm? İndi biz çəkdiyimiz gündür vaxtda hələ Turan Tovuzla bağlı bir qərar verilməyib, məsələ kastadır. Yəni, biz hələ nəticəni bilmirik. Sadəcə onu məsələyə toxunmalıyıq, çünki bu işin məsələ gündəmdədir dediyəm, ümumiyyətlə bu məsələnin tənzim olunma məsələsi var. Turan Tovuza cəza verildi, UEFA bu barədə Apellyasiya Komitəsi də qərar verdi ki, Turan Tovuz Avrokuboklardan uzaqlaşdırılır bir mövsümlük. Maraqlı məqam odur ki, eyni cəzaya məruz qalan digər klublar, əvvəlki illərdə məruz qalan klublar, eyni cəzaya məruz qalmadılar. Məsəl üçün elə həmin Hüseyn və Nizaminin olduğu Keşlə klubu, hazırda Şamaxı klubudur. Eyni şeydir. Yəni, mən düşünürəm ki, mahiyyət etibarilə eyni şeydir. Onlar da 2 dənə futbolçu cəzalandırılır və həmən ildə də həmən o klub kuboku qazanaraq Avrokuboklara vəsqə qazanır və Avrokuboklarda oynayır. O məsələlərlə var və digərləri var, digər klublarda. Onlarla Turan Tovuzun məsələsində əsas fərq nədir ki, yəni bu məsələ bu səviyyəyə gələcək? Tovuz Turan Futbol Klubundakı əsas məsələ, burada nə ilə tənzimlənir də? Reglament var, konferans liqasının reglamenti. Konferans liqasının reglamentdə konkret olaraq qəbul edilən lig şərtləri var. Yəni bir klub konferans liqasında iştirak etmək hüquq qazanırsa, o qəbul edilənliyə də cavab verməlidir. Yəni şərt sadəcə Avropada yer tutmaqla bitmir. Admission kriteriyaları? Hə, kriteriyalar var. Və orada kriteriyalardan da biri də odur ki, bu və birbaşa və dolayı yolla danışılmış oyunlarda heç bir formada iştirak etməməlisən. Birbaşa və dolayı yolla. Yəni ola bilər ki, sən dolayı formada heç bir təqsirin olmaya da bilər birbaşa. Amma hansısa bir cüzi bir ehtimal ola bilər də, səndə bəlkə orada bir əlin var idi nöqteyi nəzərən. Və bunu bildirir ki, son 10 il ərzində, yəni 10 illik bir dövrü əhatə edən, bu hüquqdur, belə deyim, bu UEFA-nın bir qoyduğu bir tələbdir. UEFA bunu bu situasiyada araşdırıb müəyyən edə bilir. Mən bir belə deyim də, bugün qırmızıda keçən və yaxud da remen taxmayan nə qədər adam gündə 100 nəfər cəzalandırılırsa, bəlkə də 100 min adam da cəzalandırılır. Düzdür. Bu demək deyil ki, bu remen taxmaq olar. Və yaxud da bu demək deyil ki, o vaxt keçilən elədiyi cəzalandırılmayıbsa düzüydür. Bu bir növ hüquq belə işləyir. Siz bütün pozuntular, hər bir halda aşkar edilə bilməz. Bu absurddur. Yəni, və UEFA da elə bir mexanizm deyil ki, hər şeyi detallı eləyə bilsin. Çünki dəhşətli dərəcədə кейsdə çoxdur, mübahisə çox da araşdırmalı halda çoxdur. Sadəcə bu situasiyada ola bilsin ki, həm oyuncu sayı etibarilə mahiyyət etibarilə və yaxud da bu mübahisədən bu və digər formada UEFA-nı agah ediblər. Mən onu demək istədim ki, kimsə burada məlumat verir. Kimsə bu və digər formada deyib ki, bu məsələyə diqqət edir, ay UEFA. Tovuza daha diqqətli olun ki, bax bu məsələyə. Çünki belə də lazım olanda siz göz yumada bilərsiniz. Lazım olmayanda gözünüzü çox açıb bütün qüsurları görə də bilərsiniz. Bilmirəm. Aydındır, yəni fakt buradan kimsə deyib. Bilmirəm, onu mən nəsə deyə bilmərəm. Başqa məntiq yoxdur ortada. Deyib, deməyib. Çünki bir növdə 2017 həmin qərar açıqlananda 2017-ci il qərar zamanı bir cümlə var orada, Akbə yazıb ki, UEFA-dan gəlmiş siqnal əsasında. Bəlkə də ola bilsin ki, o proseslərdən UEFA-nın özündə məlumatı var o vaxtdan. Yox, başa düşdüm, yəni o... Yəni, bəlkə də o situasiya ilə bağlı məlumat daha dərin formada, bəlkə də UEFA-da var imiş. Və bugün də gələn kimi, adı görən kimi
onlara tanış bir mənzərə kimi gəlib ki, bu həmin Turandır da, elə həmin Tovuz klubudur. Bəs onlar başqa digər iştirakçılara həmən reaksiya verilmir baxar. Bəlkə də digər iştirakçıların münasibəti heç bəlkə də UEFA xəbər olmayıb, bəlkə də o situasiyalardan. Qərarda axı var, qərarda yazılır. Yəni, oradakı qərar, oradakı AFFA-nın çıxartdığı qərarlar UEFA-ya göndərilmir zaten. AFFA İnsan Komitəsinin qərarları şey üzərində UEFA-ya göndərilmir. Niyə məlumat verilmir? Xeyr, Verilməli deyil. Heç bir form. Yox, elə qaydalar var, elə şeylər var ki, daxil kiməsə sarı vərəqə edilir. Onlar ayrı, amma bu manipulyasiya da var. Manipulyasiya ilə bağlı verilmir. UEFA-dan gələn siqnallara uyğun olaraq. Hə, bax məsəl üçün bu futbolçular, bu proses belədir. Bu futbolçuların bir cəzanın beynəlxalq səviyyədə tanınmasını istəyirsənsə, bunun da prosedurası var. AFFA müraciət eləməlidir DRC, FIFA-ya. Bunu 4 aid eləməlidir. Dünya miqyasında tanınan bir qərar eləməlidir. Futbolçularla danışılmış olan. Və o hallarda bəli, FIFA-nın hansı bir formada raport olaraq verilə bilər, məlumat məruzu kimi verilə bilər ki, belə bir. Amma birbaşa qərara, birbaşa göndərmək mexanizmi yoxdur. Qərarın birbaşa göndər. Ümumi bir məlumat verilə bilər ki, raportda danışılmış oyunlarla bağlı Azərbaycanda mübarizə aparıldı, bu işlər görüldü. Amma birbaşa qərarın sürəti göndərilmir. Və eyni zamanda o açıqlanan belə qərar deyil. Yəni biz illərdir ki, mənim mübarizə apardığım İnsan Komitəsi ilə odur ki, sizin saytda yerləşdirdiyiniz xəbər qərar deyil. Qərar deyil. Qərarın forması var. İmzalı mühürlü qərar olmalıdır. İşin xülasəsi göstərilən qərar olmalıdır. Hadisə necə oldu? Məsələn, Mir Hüseyn Ceydov necə danışılmış oyun iştirak edir? Harda kimə pulu verdi? Harda pulu aldı? Kimlər arasında böldü? Bu qərarda əksini tapmalıdır. Siz adam öldürürsünüz, sizin barənizdə hökm çıxır. Hökmdə göstərir ki, hansı dəqiqə, hansı saniyədə, hansı formada adam öldürürsünüz. Cinayət işlərinə baxmamısınız, hamı görüb də necə detallı. Hökmdə də detallı olur. Bu qərar da eynidir. Detallı yazmalıydılar ki, bu 7 adam hardan çıxdı, necə oldu? Kimə danışdı, nətər oyunu satdı, necə elədi? Heç bir formada biz nəticəni qeyd edirik. Biz, o nəticədir. Və biz Mir Hüseynin də məsələsində biz nə qədər müraciət elədik, sorğular da verdik, heç vaxt bizə qərar təqdim edə bilmədi. Və qərar yoxdur. İnsan Komitəsi heç bir işdə qərar yazmır. Sadəcə saytda xəbər yerləşdirir. Və burada da, belə də, bəlkə də bugün Tovuzun da çətinlik çəkdiyi ən böyük problem o qərarın olmamasıdır. Bəlkə də o qərar olsaydı, Tovuz Futbol Klubu ona istinad edəcəkdi. Bax, görürsən, burada mənlik heç nə yoxdur. Futbolçu filan yer də alladım, filan kəsin alladım, belə eləyib. İndi o adamlarda yoxdur futbolda. Qərarda yoxdur, o İnsan Komitəsi tərkib üzvləri də yoxdur. Bəs onda UEFA nəyə istinad edir? İndi istinad edib ümumi məlumatlara. İndi biz bilmirik ki, UEFA-nın əlindəki sübutlar nədir. Biz UEFA-nın əlində olan işin detallarını bilirsiniz siz. Yox, bilmirsiniz. Biz bilmirik UEFA-nın əlində nə sənədlər var. UEFA nələri istinad edir? Yəni bugün o detal. Yəni UEFA bu qərarı veribsə, kifayət qədər istinad edildiyi deməli faktlar var. Yəni deməli onların bir daxili inamı var ki, burada bunların bir hansı bir formada təqsiri var. Amma bu təqsir zaten detallı, çox böyük bir təqsir olsaydı, mən həmişə deyirəm, daha uzun müddət uzaqlaşdırma bilərdilər. Buradakı nüans çox cüzi bir şeydir. Amma var. Onda belə çıxır ki... Birbaşa deyil, yəni burada dolayı bir şeydən söhbət gedir. Təbii ki, yəni burada bir məsələ var ki, məsələn, bir klubun bir oyuncusu bu işə qalxdırlarsa, bu işdə adı keçirsə, 7 oyuncusu adı keçirsə, bu fərqdir. Yəni istərsə, təbii ki, deyə bilərlər ki, 7 nəfər varsa, o komandanın yarıdan çoxu deməkdir. Hətta yarıdan çoxundan da çoxu deməkdir. Zaten UEFA-nın da prinsipləri belədir ki, biz bunu deyirik, çox adam bunu qəbul etmək istəmir. Danışılmış oyunlarla bağlı bir zaten futbolçu cəzalanırsa, 99% klublar da cəzalanır. Klublar da cəzalanır. Çünki burada klubun da bir növ təqsiri müəyyən olunur. Ki, sən necə olur ki, bir danışılmış oyunu olur və siz demiş, 7 oyuncu orada iştirak edir, amma klubun məsəl üçün bu formatda buradan şey yoxdur. Və yenə də biz bilmirik də o vaxt necə olur bu hadisələr. Bizə qərar yoxdur. O klubu cəzalandırmanın cəzalandırası birinci qurmaqfa deyildi. Məntiqlə birinci olsun. 7-dən 12-sine yerə vermişsənsə... Vermir, eləmir. Vermirsə, onda belə çıxır ki, belə çıxır yox, bu AFFA-nın həmənki vaxtında yol verdiyi böyük səhvdir. Bu məsələ bu formaya gəlib çatır. UEFA da elə ki, bu boşluğu doldur. Bəli, bir növ bəli. Və o qərarın da olmaması bugün Tovuzun işini kifayət qədər çətinləşdirir. O qərar yoxdur. O qərar yoxsa əslində bir tərəfdən də Turan Tovuzun xeyrinə ola bilər ki, qərar yoxdur. Bu baxırdın kim bunu hansı istiqamətdə görəcək. Mən fikirləşirəm ki, olsaydı, orada detallı hər şey əhatə olunsaydı, o da çıxardıb qoyacaq, amma görürsən, mənlik heç nə yoxdur. Bu adamlar mənim iradəmdən kənar vurur.
bu şeyləri eləyiblər. Və nədə o futbolçularla bağlı cinayət nöqteyi nəzərindən bir qərar yoxdur, hökm yoxdur. Yəni o adamlar o vaxt Cinayət Məcəlləsinin danışılmış oyunlarla bağlı maddə qüvvədə idi manipulyasiya. Onlar cinayət nöqteyi nəzərindən də ittiham olunmayıblar o adamların heç birisi. Sadəcə futboldan uzaq. Sadəcə futboldan uzaqlaşdıblar. Ona görə bu məsələlər kifayət qədər Tovuzun vəziyyətini çətinləşdirir. Sırf bu məsələdə demirəm. Yəni ümumilikdə götürəndə KAS UEFA-dan gələn qərarları faiz etibarilə neçə faizin geri qaytarır? İntisam bağlı işlərdə mən sizə deyim ki, hardasa ləğv olma ehtimalı 20-30% keçmir. 70-80% situasiyalarda UEFA haqlı çıxır. Çünki UEFA kasının zaten vəhdət işləyir, nə mənada vəhdət işləyir. Yəni bir növ, belə deyim də, məsəl üçün, dünənə qədər UEFA-da olan adamlar bir müddətdən sonra kasda hakim olurlar və yaxud da belə də, yəni bunların yanaşmaları və şeyləri nöqteyi nəzərdən birdir. Amma UEFA-nın qərarları o halda çox vaxt ləğv olunur ki, ya çox yeni bir möhtəbərə bir sübut çıxacaq ki, o intizamda araşdırılarkən mövcud deyildi, bilinmirdi, yeni bir hal kimi çıxacaq. Və yaxud da ciddi bir prosedur pozuntusu olub. Məsəl üçün, klubun müdafiə hüququ verilməyib və yaxud da hansı bir formada bir sənəd təqdim edib, onu UEFA qəbul eləməyib. Yəni, bir mənalı ona qarşı bir qərəzli mövqeyi, açıq-aşkar prosessual pozuntular olub, belə deyim. Amma geridə qalan hallarda zaten çünki belə deyim də UEFA kasının da standartlarını çox yaxşı bilir, nə qərar, hansı qərarını. Yəni o da belə deyim bu prosesi kifayət qədər özünü müdafiə edəcək zaten. Yəni UEFA gedib belə deyim ağzını sualı bu prosesdə oturmayacaq. O da özünü müdafiə edəcək ki, bu qərar qüvvədə saxlanılsın. Çünki onun da prestiji üçün bu lazımdır ki, öz belə deyim də verdiyi qərarın arxasında durmalıdır. Mən UEFA-nın, bu mənim şəxsi qənaətimdir, Azərbaycanla bağlı verdiyi qərarlarda o qədər də ədalətli olduğunu, ümumiyyətlə ədalətli olduğunu düşünmürəm. Bu mənim şəxsi fikrimdir. Razılaşacaq sözlə razılaşacaq. Mən məsələlərə ədalət prizmasından baxmaq istəmirəm də. Qərarlar ya qüvvədədir, ya qüvvədə deyil. Ədalətli yanaşsaq, bu bir çox subyektiv bir şeyə gətirib çıxardır, meyyara gətirib çıxardır. Yəni, ədalət, yəni sizin, məsələn, biz Azərbaycanlı olaraq ədaləti düşünürük. Bunun buradakı nə dərəcədə şey olacaq, biraz subyektiv bir meyyardır. Təbii ki, subyektivdir. Məsəl üçün, biz Turan Tovuz məsələsində nümunə olaraq Asasuna'nın məsələsini, keysini gətiririk ortaya qoyuruq ki, məsələn, Asasuna'da təxminən eyni formada cəzası olmuşdu, orada daha ağır olmuşdu, orada klubu rəhbərləri qarışmışlar işlərə, məsələ böyümüşdü. Amma məsələn, həmən vəkil hansı ki, indi elə eyni vəkildir, o ikinə eyni iş aparır. Amma o İspan klubudur. İspan klubudur və eyni zamanda orada bədənə daha yaxındır. Yox, eyni zamanda orada araşdırmanı da onların istinad etdiyi sübutlar. İspaniya dövlətində gedən istintaqdakı sübutların 90%-ni istinad eləmişdilər onlar. Yəni o faktlar İspaniya dövlətindəki məhkəmədə Asasuna'nın günahsız olduğunu göstərmişlər. Azərbaycanda belə bir situasiya aparılmayıb. Problem odur. Məsələn, mən ona görə deyirdim ki, hökm olsaydı, hər hansı bir formada əsaslandırılmış qərarlar olsaydı, bu klubun kifayət qədər pülüsün olan faktlar olacaqdı. Yəni, onların düşüncəsi oldu ki, İspan dövləti, tutalım, Kaçın da düşüncəsi oldu, İspan dövləti bu qədər istintaqla bunu müəyyən edə bilirsə ki, bunlar günahsızdır, onu qəbul edir. Səndə onların bir də yanaşması oldu ki, bizim bir də məsələlər nədir? Biz həmişə vaxtfənə, biz ədalətli və hüquqi bir sistemimiz olduğumuzu biz göstərməliyik. Biz KAS-a gedəndə, biz KAS mübahisələrində, biz AFFA-nın nə qədər pozuntusunu yazmalı deyilik orada. Bu, hamı bunu görür. Yəni, bu şeyləri hamı görür. Onlar sabah bizim istədiyimiz düzgün belə qərarımızı. Belə siqnallar çox gələndə, baxırlar ki, misal üçün AFFA-dan, məsələn, AFFA deyirik, məsələn, Slovakiya Futbol Federasiyası. Məsəl üçün deyirik, indi baxırsan. Slovakiya Futbol Federasiyası. Məsələn, Albaniyada belədir. Albaniyada bilirlər ki, Albaniyanın federasiyanın verdiyi qərarlarda kifayət qədər negativ şeylər ola bilər. Ona görə heç onu çox da şey eləmirlər. Məsələn, Türkiyə Futbol Federasiyasının verdiyi qərarlarda bilirlər ki, hər şey ola bilər. Məsələn, onu qəbul eləmirlər, özləri bildiyi kimi baxırlar. Yəni, boşda var. Bir dənə də hüquqi məsələ var, onu soruşmaya bilmərəm. Mən bu mənim detalıyım. Nurlan İbrahimov məsələsi çox geniş zakir olundu, uzun müddət cəhdi. Hüquqi cəhətdən və ədalət baxımından nə dərəcədə ədalətli və hüquqi qərardır bu
Çox ağır qərar idi ilk növbədə. Hüquqi və ədaləti qoysaq bir şey kimi desəm. Mən o tamaşaçılara deyim, Nurlan İbrahimov Qarabağ Futbol Klubunun keçmiş mətbuat katibidir. Onun sadəcə Facebookda paylaşdığı bir posta görə ondan istinad edilərək o adam ömürlük futbol fəaliyyətinə uzaqlaşdırılmış. Ümumiyyətlə, belə deyim, kifayət qədər ağır qərar idi. Və analog olmayan bir qərar, nümunəsi də yoxdur. Həqiqətən də, yəni oxşar bir situasiyası da yoxdur ki, biz istinad edək ki, filan kəsə də belə eləmişdi, belə verdilər. Və ona görə də, belə deyim, çox ağır bir qərar idi. Amma, belə deyim, hüquqi olub-olmaması ilə bağlı indi kifayət qədər böyük bir araşdırma gedib və bir qərar verilib ki, bu qərar qüvvədə qalınıb. Onunla bağlı bir şey, yəni artıq bu qərar qüvvədədir də, yəni mübahisəsi də bitib, qərar qüvvədədir, belə deyim. Amma mənim də nöqteyi nəzərimdən odur ki, burada yəni daha az cəza verilə bilərdi, daha yüngül cəzalar verilə bilərdi. 5 il verilə bilərdi, 3 il verilə bilərdi, 2 il verilə bilərdi. Yəni bu cəza əməli adekvat olmadı. Əməldə pozuntu var idi. Bilmənnalı var idi. Amma cəza əməli adekvat olmadı. Və o qərar da verən UEFA disiplinləri idi. Yəni UEFA'nın insan eyni bugün tozca qərar verən komitə idi. Verən orqandır. Ona görə bu məsələ uzandı. Yəni bilmənalı şəkildə qərar verə bilmirdilər ki, bu məsələ uzandı. Xasta çox uzandı məsələ. Yəni 3 ilə yaxın uzandı da məsələ. İdman məhkəməsində ona görə uzanır məsələlər. Və bəlkə də UEFA-nın ən çox qərarın ləğv olma ehtimalı olan bir case oydu, mübahisə oydu. Orada belə görürsünüz, UEFA bütün gücündən istifadə elədiyi qərarları ləğv olunmasın bir növ. Amma təbii ki, və orada da gördünüz ki, Qarabağda cəza verdilər. Yəni, buradakı prinsip odur ki, bir futbolçu, bir klub cəzalanır, bir şəxs cəzalanırsa, klublar mütləq şəkildə əlavə bir cəzalara məruz qalırlar, maddi olaraq. Ona görə də, bax, o 7 futbolçu məsələsində də klub mütləq ən az bir 10 manat da olsa cərimə eləmək lazım idi o vaxt. O keçmiş AFFA rəhbərliyinin, o həmin insan komitəsində və ümumiyyətlə bu qərarda kimin rolu var idisə, onların səhv idi. Bir dənə bir şey soruşum, ümumiyyətlə bu məsələ ilə bağlı biz çox müzakirə edirik. İnsan komitəsinin verdiyi cəzaların, maddi cəzaların məbləği məsələsi. Yəni, bu məsələ necə tənzimlənir? Məsələn, bir dənə hadisə görə elə bir rəqəmlər cəzalar verilir ki, bunu artıq adekvat deyil. Yəni, razıyam, sizin adekvat deyil və şikayət üçün də rüsumlar çox böyükdür. Bir klub şikayət üçün 1000 manat rüsum edir bir məqəmi klubu. AFFA 500 manat insan komitəsi cəzalandırır kluba. Kluba 500 manat ləğv etmək üçün 1000 manat geri rüsum ödəsin. Və 1000 manat rüsumda Azərbaycanda, məsəl üçün məhkəmə üzərində deyim, 1 milyonluq, 200 min də deyilir. Yəni, çox böyük bir məbləğin bir mübahisində bu rüsumları ödəyirsən. Yəni, sənin 500 manatlıq bir situasiyaya görə 1000 manat rüsum ödəməyin absurddur. Amma, belə deyim, İcra Komitəsinin birbaşa səlahiyyətində insan məcəlləsinin qəbulu, onlar da yığışırlar insan məcəlləsini bu formatda qəbul edirlər və buna da heç kəs etiraz eləmir və gələni daha da yəqin ki, baxılacaq, bu məbləğlər daha da hər il qalır zaten. Yəni, bir kluba bir matç ərzində baş verən hadisələrə görə 30 min, 50 min... Məncə, bunun qarşısı siz nə vaxt alınacaq? Mən bunu həmişə demişim. Bunun qarşısını alınması üçün klublar, AFFA klublar maliyyələşdirməməlidir. Klubların öz pulu olmalıdır. Klubların öz pulu olsa və öz pulunu tək təsəvvüra cərim olaraq ödəsə, onlar onun qəpiyinə qədər dalaşacaqlar, qəpiyinə qədər onun azaldılması istiqamətində mübarizə alacaq. Yəni, o alma mexanizmi daha rahatdır. Yəni, o gələn puldan çıxacaq. Zaten o mexanizm elə işdir ki, kimsə o puldan çıxılır da, yəni belə bir mexanizm olaraq. Yəni, ki, AFFA-nın verdiyi puldur, o puldan da müəyyən hissəsini təzədən cərimə olaraq eyni yerə qayıdır da, yəni mexanizm olaraq. Amma bu pul mənim özümün olsa, AFFA mənə heç bir pul verməsə, mənim özümün olsa, mən deyirəm bir də ki, yəni mənə niyə bu qədər cəriməliyirsən? Hər bir qərarın ləğvi üstündə addıma, hər bir qərardan şikayət verirəm, hər bir qərarı kasa qədər apararam. Aydındır. Bir də son olaraq, sizin idman hüquqşünası olaraq, futbol hüquqşünası olaraq, futbol hüququnun içində olan adam olaraq AFFA-ya hansı təklifləriniz olur və buradan səsləndirmək istəyiniz var mı? Məsələn, bunlar olsaydı daha yaxşı vardı, bu təkliflər eləmişəm, bunlar qəbul edir. Təklif deməyim təbii ki, böyük olar. Çox arzularım ola bilərdi ki, çox arzu eləmək istəyərdim ki, ümumiyyətlə, belə deyim, mütəmadi olaraq idman hüququ ilə bağlı, ümumiyyətlə, reqlamentlərini yeniləsinlər ilk növbədə. Reqlamentlərimiz çox köhnədir,
Məsəl üçün ən son 2021-də falan şanslı transfer reqlamenti yenilənib, amma o belə kifayət qədər ideal deyil. Yəni çox rahatdır da bunu eləmək. FIFA-nın reqlamenti var da. Mən belə tərcümə edə bilərəm. Tərcüməsini biz kitab formasında çıxartmışdıq onların tərcüməsini. Yəni tərcüməsini götürüm sadəcə dəyişin ki, Azərbaycan eləyində məsəl üçün də 90% nüansları da belə də, yəni ən azı çətindirsə də belə. Yəni bu reqlamentlər yenilənməlidir. Mütləq şəkildə reqlamentlər yenilənməlidir və mütləq şəkildə bu komitələrin proseduraları düzəldilməlidir. İşə baxılmış proseduralar düzəldilməlidir. Biz bir situasiya olur ki, bir кейsimizə mən bir futbolçunun bağlı bir mübahisəmiz vardı Hüseyn Baba ilə Neftçi arasında. O keysə biz avqust ayında, iyul ayında daha doğrusu iddiacəsini vermişdik. O qərar çıxdı may ayında. Bir il sonra. Praktiki bir ilə yaxın, 9-10 ay çıxdı. Belə bir şey yoxdur da, yəni və yekunda da 2 səhifəli bir qərar çıxdı da, yəni heç bir detallı bir qərar da deyildi, sadəcə 2 səhifəni. Yəni bu dərəcədə, amma kimsə ki maraqlı olanda 2 həftədə mən qərar verildiyini görmüşəm, çox sürətli. Yəni ona görə bir vahid prosedur olmalı. Yazılmalı ki, bizim işdə komitə baxma müddəti 3 aydır. Tamam. Hamı bilməlidir ki, 3 ay arasında bu iş yekunlaşacaq. Ya da yazsın 3 ildir. Mən yox, 3 il gözləyərəm. Amma mən futbolçuma söz verəndə şey kimi çıxmayayım da. Mən dedim ki, 3 ay qutaracaq, 9 ay, 10 ay uzandı. Mən pis çıxıram, niyyət düz olmadı. Amma mən də gözləyirəm ki, reqlament yazıb ki, avtomobil mübahisə 3 il baxacaq. 3 il gözləməliyik də, məsəl üçün. Yəni belə, başqa bir təklifimiz yoxdur. Belə, İlham bəy, gəldiyinizə görə təşəkkür edirəm, bir daha minnətdaram. Mən düşünürəm ki, maraqlı söhbət oldu, təxminən 1 saatdan da çox oldu. Mən düşünürdüm, daha az olacağını düşünürdüm, amma maraqlı oldu və düşünürəm ki, hətta bir əlavə bir veriliş də çəksəydik, yerinə düşərdi. Futbol hüququ belə bir məsələdir ki, bunsuz, yəni digər sahələr, digər bölmələr olduğu kimi, digər sahələr olduğu kimi, bunsuz da futbolun inkişafı mümkün deyil, buna da diqqət ayırmalıyıq. Bir daha təşəkkür edirəm gəldiyinizə görə. Mən sizə təşəkkür edirəm. İnşallah ki, faydalı bir veriliş olur. Təşəkkür edirəm. Belə, növbəti 11 adamın sonuna gəldik. Sağ olun, salamat qalın.